Onlayn dərslər haqqında məlumat almaq üçün aşağıda göstərilən səhifəyə yaza bilərsiniz. Hər vaxtınız xeyir əziz abituriyentlər. Bu gün sizlərlə bir yerdə Güvən nəşrlərinin 2026 sınaqlar toplusunda sınaq nömrə 9-da verilən fizika suallarının izahına baxacağıq. Sualların izahına keçməmişdən öncə YouTube kanalımıza abunə olmağı unutmayın ki, digər sınaqlarında izahları gəldikdə xəbərdar olasınız. Həmçinin növbəti tədris ili üçün onlayn dərslərimizdə qeydiyyat başlamışdır. Ekranda göstərilən səhifəyə yaza bilərsiniz, məlumat əldə edə bilərsiniz. Gəlin başlayaq 31-ci suala. Şərtdə deyilir ki, düzxətli hərəkətlən iki cismin hərəkət tənliyi uyğun olaraq x1 bərabərdir 60/4t, x2 bərabərdir v2xt üstəgələk 10 şəklindədir. Görüşənə qədər birinci cisim 20 metr yol gedərsə, ikinci cismin sürətinin x ox üzrə proyeksiyasını hesablayın. Görüşmə məsələlərində biz bilirdik ki, koordinatlar bir-birinə bərabər götürülür. Və burada bir məqamda qeyd olunub ki, görüşənə qədər birinci cisim 20 metr yol qət edib. Birinci cismin getdiyi yolunu taparam. Əlbəttə ki, L1 bərabərdir, V1 vurulsun, T-dən tapa bilərəm. Baxın, birinci cismin sürəti gördüyümüz kimi T-nin qarşısında olan rəqəm, yəni 4-dür. Onda olacaq 4 vurulsun T bərabərdir 20-yə. Buradan T-yə tapacağıq 20 bölək 4, yəni 5 saniyə. Deməli, bu cisimlər 5-ci saniyənin sonunda görüşmüşlər. Gəlin görək, 5-ci saniyənin sonunda bu cisimlər hansı koordinatda görüşüb. Buna görə mən koordinat tapmaq istəyirəm. Əlbəttə, bax, burada T-nin yerinə 5 yazaram, taparam. Onda olacaq x bərabərdir 60 çıxılsın 4 vurulsun 5-ə. Yəni 60 çıxaq 20 bizə verəcək 40. Və beləliklə onda mən ikinci cismin də tənliyini 40-a bərabər götürərəm. Yəni v2x vurulsun T-nin yerinə 5 yazaram. Üstə gələk 10 bərabərdir 40-a. Buradan v2x vuraq 5 bərabərdir 30-a. v2x-a tapacağıq 30 bölək 5, yəni 6. Gördüyümüz kimi ikinci cismin sürətin x ox üzrə proyeksiyası oldu 6 metr bölək saniyə. C bəndi doğru cavabdır. 32-ci suala baxaq. Şərtdə deyilir ki, saatın saniyə əqrəbinin dövrlərin sayının zamandan asılı qrafiki hansıdır? Saatın saniyə əqrəbinin periodu bizə məlumdur. Yəni T saniyə bərabərdir 60 saniyədir və bu əlbəttə ki, sabit bir qiymətli dəyişmir. Biz bilirik ki, periodun düsturu böyük T bərabərdir, kiçik T bölək n-dir. Buradan böyük n tapsaq olacaq kiçik T bölək böyük T-yə bərabər. Gördüyümüz kimi burada period sabitdir və burada dövrlərin sayı zamandan düz asılıdır. Yəni doğru cavab olacaq C bəndi. 33-cü sualda kütlələri M1 bərabərdir 30 qram, M2 bərabərdir 150 qram olan iki cismin qarşılıqlı təsir zamanı aldıqları təcillər arasındakı fərq 8 metr bölək saniyə kvadrat olarsa, ikinci cismin təcilinin qiymətini hesablayın, yəni bizdən A2 soruşur. Baxın, qarşılıqlı təsir zamanı biz bilirik ki, Newton 3-cü qanuna görə bu qüvvələr qiymətcə bir-birinə bərabər, istiqamətcə əksdir. Yəni, qiymətləri bərabərdirsə, onda mən yaza bilərəm ki, F1 bərabərdir F2-yə. F1-in əvəzinə yazaram M1 vuraq A1, F2-in də əvəzinə yazaram M2 vuraq A2. Gördüyümüz kimi buradan da aydındır ki, təcil kütlə ilə tərs asılıdır. Yəni, A1 bölək A2 bərabərdir M2 bölək M1-ə. Deməli, kütləsi kiçik olan cismin aldığı təcil daha çox olacaq. Baxın, M1 kütləli cisim 30 qramdır və M2 də 150-dir. Deməli, birinci cismin kütləsi daha kiçik olduğundan onun aldığı təcil daha çox olacaq. Yəni, burada A1 böyük olacaq A2. Əlbəttə ki, mən təcillərin fərqinə baxmaq istəyirəmsə də çıxacam. A1 çıx A2 bərabərdir. Şərtdə də verilib 8-dir. Aha, gəlin indi M1 və M2-nin bax bu qiymətlərini burada yerinə yazaq. Onda olacaq, M2-nin yerinə yazıram 150, M1-in də yerinə yazıram 30. 0 ixtisar getdi 15 bölək 3 bizə verəcək 5. Buradan A1-i tapanda olacaq 5 vurulsun A2. İndi gəlin, bax bu A1-ə 5 vuraq A2-ni aldığımızı burada yerinə yazaq. Onda olacaq 5A2 çıxaq A2 bərabərdir 8-ə. Buradan gördüyümüz kimi 4A2 bərabər olur 8-ə və nəhayət biz A2-yə tapırıq 8 bölək 4, yəni 2. B bəndi doğru cavabdır. Keçək 34-ə.
Ay radiusundan böyük məsafədə sərbəst düşən cisim ayın səthinə çatana qədər necə hərəkət edər? Biz bilirik ki, sərbəstləşmə təcili düsturu kiçik j bərabərdir, böyük j vurulsun m bölünsün r plus h-ın kvadratıdır. Əlbəttə ki, ay radiusundan müəyyən bir məsafədə, hansı ki böyük deyir özdə, böyük bir məsafədə olan cisim deməli ayın səthindən müəyyən bir hündürlükdədir. Əlbəttə ki, həmin o hündürlükdən ay səthinə qədər onun hündürlüyü nə edəcək? Azalacaq. Burada h azalırsa, əlbəttə ki, məxrəcdə olduğundan j tərs asıdır. Deməli, onda j-miz artacaq. Təcil artdı. Və əlbəttə ki, zaman keçdikcə sürət də artacaq. Sürət artırsa, deməli, hərəkət yeyinləşən hərəkətdir. Deməli, artan təcillə yeyinləşən doğru cavab D variantıdır. Keçək 35-ci suala. Şərtdə deyilir ki, qiymətləri F1 bərabərdir 6 Newton, F2 bərabərdir 10 Newtonla iki qüvvənin təsiri ilə üfüqi istiqamətdə dartılan 5 kq kütləli cisim sükunətdədir. Cismə təsir edən sükunət sürtünmə qüvvəsinin modulunu hesablayın. Baxın, F1 verilib 6-dır, F2 verilib 10-dur. Burada bir parol söz var, sükunətdə sözü. Hansı ki, cisim sükunətdədirsə, deməli ona təsir edən qüvvələrin əvəzləyicisi 0-a bərabərdir. Yəni, F əvəzləyici bərabərdir 0-a. Əlbəttə ki, gördüyümüz kimi, burada F1 6-dır, sola doğru yönəlib, F2 də 10-dur. Deməli, sürtünmə qüvvəsi sola doğru yönəlməlidir ki, burada F sürtünmə üstə gələk 6 bərabər olmalıdır F2-yə və bu zaman əvəzləyici qüvvə 0 olur. Hansı ki, baxın, eyni istiqamətdə yönəldiyindən F sürtünmə ilə F1 toplayacağım. Onda F sürtünmə üstə gələk F1 bərabər olmalıdır F2-yə ki, buradakı qüvvələrin əvəzləyicisi 0 olsun. Yəni, sağa doğru yönələn qüvvələr bərabər olmalıdır sola doğru yönələn qüvvələrə. Aha, indi baxın, sürtünmə qüvvəsinin qiyməti yoxdur, sükunət sürtünmə qüvvəsinin. Üstə gələ F1-im 6, F2 də 10-dur. Buradan sükunət sürtünmə qüvvəsini alacağım, 10 çıxaq 6, 4 Newton. Baxın, indi fikir verin, gördüyünüz kimi, 4 üstə gələk 6 mənə verirmi 10? Eyni istiqamətdə olduğundan toplayıram. Və F2 əks istiqamətdə olduğundan, ondan da onu çıxacam, mənə verəcək 0. Və əvəzləyici qüvvədə 0 oldu. Aha, keçək indi 36-ya. Tarazlıqda olan çəkisiz link qüvvədə 3 dəfə qazanc verir. Deməli, çəkisiz dediyi üçün burada biz linkin çəkisini nəzərə almayacağıq. Və qüvvədə 3 dəfə qazanc əldə olunduğu qeyd olunur. Baxın, M kütləli cisim, ona ağırlıq qüvvəsi təsir edir, aşağıya doğru yönəlir, mg ilə hesablanır. 3 dəfə qazanc verirsə, deməli bu F qüvvəsi ağırlıq qüvvəsindən 3 dəfə azdır. Yəni, mg bölək 3 olacaq. Bu zaman aşağıya doğru yönələn mg bölək 3-ü və bir də aşağıya doğru yönələn bu mg-ni toplayacağam, bərabər götürəcəm yuxarıya doğru olan n-ə. Deməli, onda mg bölək 3, üstə gələk mg bərabərdir 24-ə. Buradan da aydındır ki, 4mg bölək 3 bərabər 24-ə. 4 və 24-ə aparıram ixtisara. Burada 1, burada qaldı 6. Mg də bərabər olacaq 6 vuraq 3-ə, yəni 18-ə. Bizdən də F-i tapmağımız istənir. F də gördüyümüz kimi mg bölək 3-dür. Mg 18-dirsə, 18-i 3-ə böləcəm və bu da mənə verəcək 6. Deməli, A bəndi doğru cavabdır. Keçək indi 37-ci suala. Şərtdə deyilir ki, rezin çubuğun deformasiya olunmamış və elastiki deformasiya olunmuş vəziyyətləri təsvir olunmuşdur. F bərabərdir 200 Newtonlarsa, elastiki deformasiya olunmuş rezin çubuğun potensial enerjisini hesablayın. Baxın, deformasiya olunmamış halda bu rezin çubuğun uzunluğunu tapa bilərik. Gördüyümüz kimi 2 və 8-in arasında deməli onun uzunluğu olacaq 8 çıxar 2, 6 sm. Deformasiya olunmuş halda isə, baxın, 1 və 9-un arasıdır. Deməli, 9-dan 1 çıxacam, olacaq 8 sm. Və mən burada uzanmanı tapa bilərəm. Hansı ki, delta x bərabər olacaq 8 çıxılsın 6-ya, yəni 2 sm. Artıq potensial enerjini tapa bilərik. Y potensial bərabərdir. F vurulsun delta x bölək 2-yə. F-imiz 200-dür. Vurulsun 2 sm-i metrə çevirmək lazımdır. 2-ni 100-ə böləcək, o da olacaq 0,2 metr. 200 vurulsun 0,2 bölək 2. Baxın, ixtisara gedir 200-dən 2. Məxrəcdə bir sürətdə qaldı 100. 100-ü də 0,2 evranda olacaq 2. Deməli, doğru cavab 2 oldu. B variantı doğru cavabdır. Keçək indi 38-ə. Rəqs amplitudu 6 cm-dir. A verilib, A bərabərdir 6 cm-ə. Rəqs periodu 3 saniyədir. Rəqqasın sürətinin amplitud qiyməti Vm bizdən soruşulur. Baxın, cavablarda santimetrlə istədiyindən, santimetr belə saniyə istədiyindən, ona görə mən amplitudu santimetrdən metrə keçməyəcəm amplitudda. Biz bilirik ki, Vm bərabərdir A vurulsun omega'dır, sürətin amplitud qiymətinin düsturu. Omega'nda 2 pi bölək
T düsturu var. Gətirib burada yerinə yazsaq, onda olacaq Vm bərabərdir. A vurulsun 2pi bölək T'yə. Gəlin indi hesablayaq. A'mız 6, vuraq 2, pinin qiyməti 3 bölək böyük T'də 3'dür. 3'lər ixtisarı getdi, 6 vur 2, o da olacaq 12. D variantı doğru cavabdır. 39-cu suala baxaq. Suda üzən taxta parçasının suyun üzərində qalan hissəsinin həcmi 4 desimetrin kubu olarsa, suyun üzərində qalıbsa, deməli bu batmayan hissənin həcmidir. Yəni yaza bilərik ki, biz burada V batmayan bərabərdir 4-ə. Taxta parçasına təsirin Arximed qüvvəsini hesablayın. Biz bilirik ki, suda üzən cismə təsirin Arximed qüvvəsini biz mg ilə hesablaya bilərik, hansı ki, həmin cismə təsirin ağırlıq qüvvəsinə bərabərdir. Burada mg-si yaza bilərik. Biz bilirik ki, m bərabərdir rho v-dir. Yəni mən burada cismin kütləsini tapmaq istəyirəmsə, cismin sıxlığını vuraram həcminə və j-də yazsaq, Arximed qüvvəsini tapa bilərəm. İndi gəlin görək bu cismin həcmini necə tapa bilərik. Əlbəttə ki, biz bilirik ki, V batmayan bölək V cisim bərabərdir. 1 çıxılsın rho cisim bölək rho mayedir. İndi yerinə yaza bilərik. V batmayan 4 desimetrin kubu idi. Onda olacaq 4 bölünsün V cisim bərabərdir 1 çıxaq. Rho cisim suda üzən taxtadır. Deməli rho cisim 800-dür. Su da mayedir axı. Deməli rho maye də 1000-dir. Aha. Baxın sıfırlar getdi ixtisar. 10-da 8. 2 aparanda ixtisar. Məxrəcdə qalır 5, sürətdə qalır 4. 1-dən də 5, 4 çıxanda olur 5-də 1. Buradan V cisim bərabər olacaq 4 vurulsun 5-ə, yəni 20. Deməli 20 desimetrin kubu olmuş oldu. Əlbəttə ki, mən burada desimetrin kubundan metrin kubuna keçməliyim. Biz bilirik ki, 1 desimetr bərabərdir 10 santimetrdir. Və həmçinin 1 metrdə 100 santimetrə bərabərdir. Onda gördüyümüz kimi 1 metr 100 santimetrsə neçə desimetr olar? Əlbəttə ki, 10 desimetr olacaq. Aha. Və buradan 1 metrin kubu bərabər olacaq 10'un kubu, yəni 1000 desimetrin kubuna. İndi biz burada desimetrin kubundan metrin kubuna keçiriksə 10 üstü 3'ə bölməliyik. 20'ni də 10 üstü 3'ə böləndə alacağıq 2 vurulsun 10 üzəri mənfi 2 metrin kubu. Cismin həcmini tapdıq. Aha. Gətirib indi bax burada yerinə yazacağım. Onda gəlin yazaq. F Arximed bərabərdir. Rho cisimimiz 800'dür. Vurulsun V cisimə tapdım. 2 vuraq 10 üzəri mənfi 2. J də 10'dur. Baxın 800'ü 10 üzəri mənfi 2'yə vuranda edəcək 8. 8'i 2'yə vurdum 16. 16'yı da 10'a vuranda da olacaq 160. Doğru cavab oldu C bəndi. Keçək 40-cı suala. Şərtdə deyilir ki, verilmiş kütləli ideal qaz üzərində gedən hansı proses izoxor qızmaya uyğundur? İzoxor prosesdə biz bilirik ki, həcm sabitdir. Yəni V bərabərdir konstanta. Konsentrasiya kiçik n bərabərdir böyük n bölək V-dir. Burada həcm sabit, n sabit, deməli kiçik n-də nə olacaq? Sabit, yəni konstant. Kiçik n-in sabit olduğu gördüyümüz kimi 1-dən 2-yə və 1-dən 5-ədir. Həmçinin, baxın, burada bir söz daha var, qızma. Qızma zamanı temperatur əlbəttə ki, artır. Biz bilirik ki, PV bölək T nisbəti sabitdir, yəni konstantdır. Burada V sabit olduqda temperatur artırsa, P də artacaq, təzyiq də artacaq. Təzyiqin artdığı da gördüyünüz kimi 1-dən 2-yə uyğundur. A variantı doğru cavabdır. Keçək 41-ə. İdeal qazın izobar genişlənməsi zamanı daxili enerjinin dəyişməsi haqqında hansı proses, hansı ifadə ilə təyin olunur daxili enerjinin dəyişməsi? Aha, izobar prosesdə biz bilirik ki, P konstantdır, təzyiq sabitdir. Bu zaman daxili enerjinin dəyişməsi delta U bərabər olacaq. 2-də 3 vuraq P delta V-yə genişlənmə zamanı həcm dəyişdiyindən ona görə biz daxili enerjinin dəyişməsində həcmin dəyişməsini nəzərə almalıyıq. Aha, Y bəndi doğru cavabdır. 42-də. Həcmi 8 desimetr kubu, nisbi rütubəti 40% olan hava izotermik sıxılır. Havanın həcminin hansı qiymətində nisbi rütubət 100% olar. Biz bilirik ki, nisbi rütubətin düsturu fi bərabərdir. Rho bölünsün, rho 0, vuraq 100%-dir. Həmçinin rho-nun düsturu rho bərabərdir m bölək v-dir. Gətirib burada yerinə yazsaq, onda olacaq m bölək rho 0 vuraq v-yə. Buradan da aydındır ki, fi v ilə necə asıdır? Tərs asıdır. Baxın, bu v1-dir. Bərabər 8-ə nisbi rütubət fi 1 bərabərdir 40-dır. Fi 2 100-dür. Həcmin hansı qiymətdə dediyi üçün V2 bərabər suala. Aha, gəlin indi asılığımızı verək. Fi 1 böl fi 2 bərabərdir V2 böl V1-ə. Fi 1-imiz 40-dır. Fi 2 100-dür. Bərabərdir V2 yoxdur. Olduğu kimi saxlayıram. V1 də 8-dir. Gəlin indi ixtisarlarımızı aparaq.
Sıfırlar getdi. 10 və 4-ü 2 yaparam ixtisar, sürətdə 2, məxrəcdə qalır 5. Buradan V2-ni tapanda 2 vuraq 8, 16 bölünsün 5. Bu da bizə verəcək 3,5-də 1, yəni 3,2 desimetrin kubu. Baxın, B variantı doğru cavabdır. Keçək 43-cü suala. Bu hissəni silirəm. Aha, şərtdə deyilir ki, müsbət yüklü zərrəcik intensivlik xətləri istiqamətində bir cins elektrik sahəsinə daxil olur. Elektrik sahəsinin bu zərrəcik üzərində gördüyü işin zamanlar hansı qrafiki hansıdır? Bir cins elektrik sahəsinə bizim müsbət yüklü zərrəciyimiz daxil olur. Və bu zaman əlbəttə ki, biz bilirik ki, intensivlik xətləri müsbətdən başlayıb mənfidə qurtarır. Yəni, bura müsbət, bura mənfi yaza bilərik. Həmçinin onda qüvvəmiz sağa doğru olacaq, hansı ki, müsbət mənfiyə doğru yönəlməlidir. Aha, gördüyümüz kimi qüvvə ilə sürət eyni istiqamətlidir. Deməli, hərəkət bərabər yeyinləşən hərəkətdir. Bərabər yeyinləşən hərəkətdə S bərabərdir. V0T üstə gələk AT kvadratı bölə 2-dir. A bərabərdir. F vuraq S olduğundan, ona görə F vuraq S-in də yerinə V0T üstə gəlinsin AT kvadratı bölə 2 yaza bilərəm. Gördüyünüz kimi burada AT ilə parabolik asıl olacaq. Aha, Y bəndi doğru cavabdır. 44-də. Şərti işarələri göstərilmiş hansı cihaz elektrik yükünü toplamaq üçün istifadə olunur? Elektrik yükünü toplamaq üçün kondensatordan istifadə olunur. Kondensatorun da şərti işarəsi D bəndində doğru verilmişdir. Keçək 45-ci suala. Şərtdə deyilir ki, verilmiş müstəvi kondensatorun lövhələr arasında gərginliyi 2 dəfə azaltdıqda onun elektrik sahəsinin enerjisi necə dəyişər? Biz bilirik ki, enerjinin düsturu W bərabərdir, CU kvadratı bölə 2-dir. Baxın, burada gördüyünüz kimi verilmiş müstəvi kondensator deyir. Deməli, onda C sabitdir, konstantdır. Gərginlik 2 dəfə azaldılırsa, onda buradan da aydındır ki, U kvadratı olduğundan sürət 4 dəfə azalacaq. Və əlbəttə ki, W da 4 dəfə azalar. Aha, A bəndi doğru cavabdır. Keçək 46-cı suala. Verilmiş elektrik sxemində K çarını qapadıqda hansı lampalar işıqlanır? K çarı qapandığında gördüyümüz kimi dövrə qapanır və biz də bilirik ki, vakuum diodu bir tərəfli keçiriciliyə malikdir. Yəni, anod mütləq mənbənin müsbət qütbünə birləşdirilməli, katod isə mənfi qütbünə birləşdirilməlidir. Gördüyünüz kimi, baxın, burada anod müsbət qütbə birləşdirilib, deməli doğrudur. Yəni, 2 lampası yanacaq. Amma baxın, fikir verin, burada gördüyünüz kimi katod mənfi qütbə müsbət qütbə birləşdirilib, deməli işləməyəcək. Katod mənfi qütbə birləşdirilməlidir. Ona görə bir lampası yanmayacaq. Burada isə fikir versəz, gördüyünüz kimi anod mənfi qütbə birləşdirilib. Bəli, bu artıq səhvdir. Qeyd etdik ki, anod müsbət qütbə birləşdirilməlidir. Həmçinin, baxın, burada katod mənfi qütbə birləşdirilib, artıq bu doğrudur. Yəni, 2 və 3 lampaları işıqlanar. C bəndi doğru cavabdır. 47. Gərginliyin sabit qiymətində U konstant verilmiş metal naqildən keçən cəryan şiddətinin temperaturuna asılı qrafiki hansıdır? Biz bilirik ki, I bərabərdir, U bölünsün R-dir. Metal naqilin müqaviməti R bərabərdir. S0 üstə gələk, 1 üstə gələk, alfa, delta T ilə hesablaya bilərik. Gətirib, bax bunu. Burada yerinə yazsaq, I bərabər olacaq, U bölünsün, R0 vuraq, 1 üstə gəlinsin, alfa, delta T. Buradan da aydındır ki, I T ilə tərs asılı olacaq və müəyyən bir I0 qiymətindən başlayacaq. C bəndi doğru cavabdır. 48-də voltmetrin göstəricisi 18 volt olarsa U bərabərdir 18-ə. Mənbənin EHG-sini hesablayın, epsilon bərabərdir suala. Biz bilirik ki, U bərabərdir I vurulsun R-də ohm qanunundan. Burada I-nin yerinə epsilon bölə R plus R yaza bilərəm. Vuraq R-də yazdıq. Gəlin indi buradan epsilon tapaq. Epsilon bərabər olacaq. U vurulsun R plus R bölək R-ə. Gəlin indi yerinə yazaq. U 18 vuraq böyür xarici müqavimət 6 ohm. Üstə gələk kiçik yer 2 bölək böyük yerin yerinə yenə 6 yazıram. 18 və 6-nı yaparam ixtisar. Məxrəcdə bir sürətdə qaldı 3. 6 üstə gələk 2 8 edir. 3 vurulsun 8 bizə verəcək 24. Yəni doğru cavab C variantıdır. 49-da. Bir cisim maqnit sahəsi tərəfindən cəryanın naqilə təsirən amper qüvvəsi hansı istiqamətdə yönəlir? Amper qüvvəsi sol əl qaydası ilə tapılır. Baxın, gördüyünüz kimi X göstərilib. Yəni bu o deməkdir ki, maqnit induksiya vektoru bizdən şəkil müstəvisinə doğru yönəlmişdir. Belə olan halda sol əlinizi elə tutursunuz ki, ovcunuzun içi sizə baxır. 4 barmağınızı göndərirsiniz I istiqamətində. Bu zaman amper qüvvəsi aşağıya doğru yönələcək, hansı ki baş barmağı göstərir. Y bəndi doğru cavabdır. Keçək 50-ci suala.
Şərtdə deyilir ki, konturla hüdudlanmış səthdən keçən maqnit seli fi bərabərdir 20-3t kvadratı qanununa dəyişir. İkinci saniyənin sonunda konturda yaranan induksiya HG-sini hesablayan. Biz bilirik ki, epsilon bərabərdir mənfi delta fi bölək delta t'dir. Yəni, epsilon bərabər olacaq mənfi fidən zamana görə törəmə. Bu, gördüyümüz tənlikdən zamana görə törəmə alsaq, əlbəttə ki, sabitin törəməsi 0 verir, 20-dən törəmə alanda 0 olacaq. Mənfi 3t kvadratından törəmə aldıqda bu zaman olacaq mənfi 6t. Hansı ki 2 önə gəlir və t'nin üzəri bir vahid azalır. Ona görə t yazdıq. Aha, mənfi 3-də 2 vuranda 6 edir. İndi burada qabaqda da mənfi işarəsi var axı. Ona görə yaza bilərik ki, mənfi mötərizədə mənfi 6t. Mənfi işarə dəyişikliyi olacaq müsbət, deməli 6t oldu. Və bizdən də ikinci saniyənin sonunda tapmağımız istənir. T'nin yerinə 2 yazacağıq, 6 vuraq ki, bizə verəcək 12. Aha, doğru cavab oldu D bəndi. 51-ci sualda watt bölək metrin kvadrat ifadəsi hansı kəmiyyətin vahidinə uyğundur? Watt gücün vahididir. Metrin kvadratı sahədir. P bölək S də bizə jini verir, hansı ki, bu da şualanma seri sıxlığının düsturudur. Y bəndi doğru cavabdır. 52-ci sual. Ampermetr və voltmetr üçün Euler-Venn diaqramına uyğun ifadələri müəyyən edin. İşlədiciyə ardıcıl qoşulur ampermetr, işlədiciyə paralel qoşulur voltmetr. İş prinsipi maqnit sahəsinin cəryanın naqilə təsirinə əsaslanır. Hər ikisində iş prinsipi maqnit sahəsinin cəryanın naqilə təsirinə əsaslanır. Müqaviməti işlədicinin müqavimətindən çox kiçik olduğundan birbaşa cəryan mənbəyini qütblərinə qoşmaq olmaz. Bu da ampermetrdir. Deməli, birinciyə uyğun oldu 1, 4, 2-yə uyğun oldu 2 və üçüncüyə də uyğun oldu 3. 1, 4, 2, 3. B variantı doğru cavabdır. Keçək indi 53-cü suala. Açar sözlərdən uyğun ardıcılıqla istifadə edərək mətni tamamlayın. Birincidə qeyd olunub ki, boşluq buraxılıb. Onun tarazlıq vəziyyətindən ixtiyari uzaqlaşdığı məsafədir. Bu hansı ki, rəqqasın yer dəyişməsidir. Sonra qeyd olunub ki, onun tarazlıq vəziyyətindən ən çox, maksimum uzaqlaşdığı məsafədir. Bu amplituddur, əlbəttə ki, rəqs amplitudu 2-dir. Sonra qeyd olunur ki, bir rəqs periodu müddətində dalğanın yayıldığı məsafə, bu dalğa uzunluğudur, 5. Digərində isə bir tam rəqsə sərf olunan zaman, hansı ki, bu perioddur, böyük t bərabərdir, kiçik t bölək n. Rəqslərin sayı 1 olduqda, bu zaman period zamana bərabərdir. Aha, rəqs periodu buna da uyğun oldu 1. Digərində isə 1 saniyədə baş verən rəqslərin sayı, bu da tezlikdir, hansı ki, 4 doğru cavabdır. Keçək 54-cü suala. Şərtdə deyilir ki, Q1 və Q2 yüklərindən müxtəlif məsafələrdə olan nöqtələrdə hər bir yükün yaratdığı elektrik sahəsinin intensiv vektorları təsvir olunmuşdur. Y1 bərabərdir. Y2 bu yüklərin işarələri və ədədi qiymətlər üçün hansı münasibətlər doğrudur? Biz bilirik ki, intensivlik xəttləri müsbətdən başlayıb mənfidə qurtarır, yəni müsbətdən çıxır, mənfiyə daxil olur. Gördüyünüz kimi, mənfiyə daxil olan Y1-dir, deməli Q1 yükü mənfidir. Q2 isə müsbətdir. Hansı ki, gördüyümüz kimi müsbətdən neyniyir? Çıxır. Aha. Və burada biz intensivlik tapmaq üçün əlbəttə ki, Y bərabərdir. K2 bölünsün R-in kvadrat düsturundan istifadə edəcəyik. Hansı ki, burada Q moduldadır. Aha. Y1-i tapmaq üçün onda Y1 bərabər olacaq. K vurulsun Q1 bölək R1-in kvadratına. Y2 bərabər olacaq. K vurulsun Q2 bölək R2-nin kvadratına. Burada modul olduğundan Q1-in mənfi və Q2-nin müsbət olmağın əhəmiyyəti yoxdur. Yüklərin modullarına baxırıq. Aha, gəlin məsafəyə də baxaq. Gördüyünüz kimi burada məsafə 4 damadır, burada isə 2 damadır. Aha, yəni R1 bərabərdir 4 yazarıq, R2 bərabərdir 2 yazarıq. Bir nə yazsaq, onda olacaq K vurulsun Q1, R1-imiz 4-dür, 4-ün kvadratı 16, K vurulsun Q2, R2 2-nin kvadratı 4. Burada Y1, Y2-yə bərabər olduğundan bu ifadələri bir-birinə bərabərləşdirəcəm. K vurulsun Q1 böl 16 bərabərdir. K vuraq Q2 bölək 4-ə. 16 və 4-ə aparıram ixtisar. Burada 1, burada qaldı 4. K'lar da getdi. Gördüyümüz kimi Q1 bərabər oldu 4 vurulsun Q2-yə. Yəni buradan da aydındır ki, Q1 böyükdür Q2-dən. Özdə modulda yazmaq lazımdır. Aha, deməli Q1 mənfidir. 2 də verilib. Bu Q2 müsbətdir, 3 də verilib və həmçinin modulda Q1 böyükdür, modulda Q2-dən 6 doğrudur. Deməli 2, 3 və 6 doğru cavabdır. Keçək indi 55-ə. Yerdən göndərilən radio siqnal təyyarədən əks olunaraq 12 mikrosaniyə sonra radiolokatora qayıdır. Radiolokatordan təyyarəyə qədər olan məsafəni
metrlə hesablayın. Biz demişdik ki, radiolokasiya zamanı məsafəni tapmaq üçün əlbəttə ki, VT bölü 2-dən istifadə olunur. İndi buradakı V sürət işıq sürətidir. Ona görə CT bölü 2-dən hesablayacağıq. C'miz 3 vurulsun 10 üzəri 8. D 12 mikrosaniyədir. Mikroda 10 üzəri -6-ya vurmaq lazımdır. Deməli 12 vurulsun 10 üzəri -6 bölək 2-də yazdıq. 12 və 2-ni aparam ixtisar. Burada qaldı 1, burada qaldı 6. 3 vuraq 6 18. 10 üzəri 8-i 10 üzəri -6-ya vuranda üstlər toplanır. Bu da olacaq 10 üzəri 2, yəni 1800. 56-cı sualda induksiyası 4 Tesla olan bir cisim maqnit sahəsində qüvvə xətləri ilə 53 dərəcə bucaq altında yerləşən 50 sm uzunluqlu naqildən axan cəryan şiddəti 2 amperdir. Maqnit sahəsi tərəfindən bu naqilə təsir edən qüvvəni newtonla hesablayın. Maqnit sahəsi tərəfindən cəryanın naqilə təsir edən qüvvə amper qüvvəsidir. Amper qüvvəsində düsturunu biz bilirik ki, F amper bərabərdir. IBL sinus alfadır. Baxın, I cəryan şiddəti verilib 2 amperdir. B maqnit induksiyası 4 Tesladır. 2 vuraq 4. L uzunluq 50 sm-dir. O da 0,5 metrdir. Vurulsun sinus alfa, yəni sinus 50 dərəcə, o da 0,8-dir. Yerinə yazsaq, baxın 2 vuraq, daha doğrusu hesablasaq, 2 vuraq 0,5 1-dir. 1-i 4-ə vuranda 4 edir, 4-ə 0,8-ə vuranda 3,2 edəcək. Yəni doğru cavab 3,2 Newtondur. 57-ci suala baxaq. Uyğunluğu müəyyən edin. Müsbət nöqtəvi yük bir cins elektrik sahəsində AB trayektoriyası üzrə, BC trayektoriyası və CA trayektoriyası üzrə hərəkətdir. Bizdə görülən işin müsbət mənfi olmağı və yaxud da sıfır olmağı soruşulur. Həmçinin potensial enerjinin dəyişməsi cavablarda istənilir. Bu uyğunluğu göstərəcək. Baxın. Fikir verin, biz bilirik ki, elektrik sahəsində görülən iş A bərabərdir, Q vurulsun U-dur. Burada gərginlik potensiallar fərqidir, yəni Q vurulsun F1 çıx F2-dir. Gördüyümüz kimi, başlanğıc və son potensialın qiymətindən asılıdır işin qiyməti. Burada biz bilirik ki, intensivlik xətləri istiqamətində potensial azalır. Baxın, gördüyünüz kimi, A nöqtəsi və B nöqtəsindəki potensialları qeyd etsək, yəni buna FA, buna da FB yazsam, başlanğıcda potensial FA-dır, sonda FB-dir. Ona görə mən FB-in yerinə FA yazacağım, FA-nin də yerinə FB yazacağım. A bərabər olacaq, Q vurulsun, FA çıxılsın FB-yə. Qeyd etdim ki, intensivlik xətləri istiqamətində potensial azalır. Yəni, bax, bu istiqamətdə potensial azaldığından FB kiçik olacaq FA-dan. Aha. FA böyük olduğundan FB də kiçikdir. Axı, böyükdən kiçik çıxanda əlbəttə ki, müsbət alacağıq. Deməli, AB trayektoriyası üzrə görülən iş müsbətdir. BC trayektoriyası üzrə gördüyümüz kimi F dəyişmir. Hansı ki, C-də də F-C də bərabər olacaq FB-yə. Yəni, burada potensial dəyişmədiyindən, deməli, artıq burada görülən iş sıfıra olacaq. BC trayektoriyasında görülən iş sıfıra bərabərdir. CA trayektoriyası üzrə əlbəttə ki, gördüyümüz kimi burada FA böyükdür FC-dən. Bu zaman burada görülən işi tapanda A bərabər olacaq. Q vurulsun, FC çıxaq FA. Yəni, biz burada artıq kiçikdən böyük çıxdığımızdan görülən iş burada mənfi olacaq. Aha. Deməli, elektrik sahəsi mənfi iş görür. Mənfi iş görülən CA trayektoriyası üzrə idi. A bəndi 3-ə uyğundur. Elektrik sahəsi müsbət iş görür. Bu AB trayektoriyası üzrə idi. Sonra elektrik sahəsinin gördüyü iş sıfıra bərabərdir. Bu, hansı ki, BC trayektoriyası üzrə idi. C bəndi buna uyğun oldu. Yükün potensial enerjisi dəyişmir. Əlbəttə ki, görülən iş sıfırdırsa, deməli, burada yükün potensial enerjisi dəyişməyəcək. Görülən işin də sıfır olduğu, hansı ki, BC trayektoriyası üzrə idi. Deməli, bura 2-yə D bəndi də uyğundur. Yükün potensial enerjisi azalır. Əgər görülən iş müsbətdirsə, bu zaman potensial enerji azalır. Görülən iş müsbətdir. Baxın, birinci halda, yəni AB trayektoriyası üzrə idi. Deməli, Y bəndi də 1-ə uyğun olacaq. 1-ə BY, 2-yə CD və 3-ə A bəndi doğru cavabdır. Keçək indi 58-ci suala. Şərtdə deyilir ki, istilik mühərrikinin soyuducuya verdiyi istilik miqdarı gördüyü faydalı işdən 1,5 dəfə çoxdur. Bu mühərrikin faydalı iş əmsalını faizlə istəyir, yəni eta bərabərdir suala. Deyir ki, soyuducuya verdiyi istilik miqdarı faydalı işdən 1,5 dəfə çoxdur. Soyuducuya verilən istilik miqdarını Q2 ilə işarə edirik. Deməli, burada Q2 bərabərdir 1,5 vuraq A faydalıdır. Biz bilirik ki, faydalı işin düsturu A faydalı bərabərdir. Q1 çıxılsın Q2-dir. Onda burada yerinə yazsaq A faydalı bərabər olacaq. Q1 çıxılsın Q2-ni də yerinə yazıram. 1,5 vurulsun A faydalıya. Buradan Q1 bərabərdir.
A faydalı üstəgələk 1,5 A faydalı olacaq 2,5 A faydalı. Faydalı işləmsalının düsturu eta bərabərdir A faydalı bölək Q1 vurulsun 100%. Gəlin indi yerinə yazaq. Eta bərabərdir A faydalının olduğu kimi yazıram. Q1-in yerinə 2,5 A faydalı yazacağım. Və vuraq 100%. A faydalı getdi. Buradan 2,5 vergül atıram. Bura bir sıfır əlavə eləyəndə 100-ün arxasına. Onda olur 1000 bölünsün 25. Bu da bizə verəcək 40. Deməli, eta 40%-ə bərabər oldu. Keçək indi 59-cu suala. Bu hissəni silirəm. Şərtdə deyilir ki, verilmiş kütləli ideal qazın təzyiqinin mütləq temperaturun asılı qrafikinə əsasən qazın daxili enerjisinin həcmindən asılı qrafikini çəkin. Gördüyünüz kimi burada PT ilə düz asıdır. Biz bilirik ki, PV bölək T nisbəti bərabərdir, sabitdir. Deməli, burada PT ilə düz asılıdırsa, həcm sabitdir, yəni izoxor prosesdir və konstantdır. Daxili enerjinin düsturu U bərabərdir 2-də 3 PV-dir. Buradan göründüyü kimi həcm sabitdirsə, əgər P artırsa, deməli daxili enerji də artacaq. Buradan göründüyü kimi P artır, deməli daxili enerji burada artacaq. Digər prosesdə isə P sabit verilmişdir. P sabit verilirsə, deməli həcmin dəyişməyinə baxmalıyam. İzobar prosesdə P konstant olduğundan V ilə T düz asılıdır. Baxın, temperatur artırsa, deməli V də artacaq. V artdığından daxili enerji də artacaq. Aha. Deməli, gəlin buna 1, 2 yazaq, burada 3 yazaq. 1-dən 2-yə daxili enerji artır və V konstantdır. 2-dən 3-ə isə yenə daxili enerji artır və burada artıq P konstantdır. İndi gəlin qrafikimizi çəkək. Unun daxili enerjinin həcmdən asılı qrafikini istəyir. Unun V-dən asılı qrafiki. Birinci halda həcm sabitdir. 1-dən 2-yə. Aha. Daxili enerji artır, ona görə oxu yuxarıya qoyuram. 2-dən 3-ə isə burada P sabit olduğundan U ilə V düz asılı olacaq bir-birindən. Və daxili enerji də artdığından yenə oxu yuxarıya qoyacağım. Aha. Burada 3 yazaq. Keçək indi 60-cı suala. Şərtdə deyilir ki, manometrlə təchiz olunmuş qabda porşenin altındakı 30 dərəcə Selsiyə temperaturlu 3 desimetrin kubu doyan su buxarı var. Porşeni tədricən yuxarı hərəkət etdirməklə əvvəlcə doyan su buxarı izotermik genişləndirilir. İzotermik sözü var və genişləndirilmə. Su buxarının həcmi 3 desimetrin kubundan 8 desimetrin kubuna çatana qədər manometrin göstəricisi sabit qalır. Porşenin altındakı buxarın həcmi 8 desimetrin kubu olanda qabdakı su tamamilə buxara çevrilir. Porşenin altındakı buxarın həcmi 12 desimetrin kubu olduqda izotermik genişlənmə prosesi dayandırılır. Su buxarının həcmi 8 desimetrin kubundan 12 desimetrin kubuna çatana qədər manometrin göstəricisi azalır. Bütün bu prosesə uyğun manometrin göstəricisinin bu cürdləşməsinin səbəbi nədir? Manometr təzyiq ölçən cihazdır. Baxın, birinci halda bizim temperaturumuz sabitdir. T konstant. Doyan su buxarı olduğundan, baxın burada qeyd olunub doyan su buxarıdır. Doyan buxarda bu zaman temperatur sabit olanda P, Rho və kiçik n konstantdır. Ona görə, yəni burada P dəyişmədiyindən manometrin göstəricisi dəyişmir. Digər halda isə, yəni manometrin göstəricisi azalan halda bu zaman buxar, yəni belə deyək, su tamamilə buxarlanır və doymayan buxara çevrilir. Doymayan buxar ideal qaz qanunlarına tabedir. Yəni burada bizim PV bölək T-dən, hansı ki temperatur sabit olanda həcm artanda P neyinir? Azalır. Genişlənmə zamanı P təzyiq azalır. Və buna görə də bizim manometrin göstəricisi artıq, bax burada qeyd olunduğu kimi azalır. Həcm artır, amma manometrin göstəricisi azalır. Çünki bu doymayan buxardır. Beləliklə, əziz abituriyentlər, bu sınağın da izahına baxdıq. Ümid edirəm ki, izahdan yararlandınız. Əgər sizin üçün faydalı oldusa da, kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Həmçinin video haqqında fikirləriniz, şərhləriniz varsa yaza bilərsiniz. Özünüzə yaxşı baxın. Sağ olun.